Sualım təcvid qaydasında cümlənin sözün ortasında gələn qalqala hərfləri qalqala soğura olur. Qalqala soğura. Yəni, hər hansı bir qalqala hərfi sözün ortasına gələrsə qalqala soğura olur. Yəqin bunu qəsd edir. Belə bir şey eşitmişəm ki, bu qaydada tərcüməni nəzərə almalıyıq. Ayənin ortasında cümlə bitibsə və qalqala hərflərindən biri sukunlu gəlibsə, bu qalqala kubra olur. Ümumən, yadda saxlayaq, qalqala kubra 5 hərfdə baş verir. Həmçin sonra, qut, bucət, qaf, ta, bə, cim, dəl. Əgər bu hərflərin biri sözün sonunda olarsa, həmin bu sözün sonu istər ayənin sonu olsun, istər ayənin ortasında olan sözün sonu olsun, fərq eləmir. Əgər sözün sonudsa, burada böyük qalqala baş verir. Əhəd, fələq və s. Həmçin bu sözlər ayənin ortasında olsa da belə, amma dayansaq yenə də böyük qalqaladır. Lakin bu 5 hərfdən biri sözün ortasında gələrsə, istər həmin söz ayənin sonudur, istər ortasıdır. Bu zaman kiçik qalqala baş verir. Lə tudrikuhul əbsaru və huvə yudrikul əbsara. Yəni, fərq etmir. Ona görə baxırıq sözə. Sözün sonunda olanda böyük qalqaladır, sözün ortasında olanda kiçik qalqaladır.